Dostlar salam, hər vaxtınız xeyir olsun. Topazın baş sponsorluğu ilə Foodcast YouTube kanalımızda yayımlanan Mərcimazlar layihəsinin növbəti buraxılışı ilə qarşınızdayıq. Ötən həftə bu layihədə səsləndirdiyimiz bir çox oyunlar həmkarım Rafael ilə birlikdə özə Keçən həftə çox qəşəng. kuponlar gəlmədi. Biraz zəncirimiz qırılıb, üzrlü sayın. Amma hərəmizdə yenə də bir qol və bu bir qollar bir kənara qalsın. Verdiyimiz yuxarı əmsallar, dəqiq hesablar 85-90% özünün doğru oldu. Bəli. Demək olar 6 oyun 5-i məndə gəlib, 6 oyun Rafaeldə də 6-7 oyunundan biri təxirə Biri düşmüşdü. gəlmədi, biri təxirə biri də düşmüşdü, gəlməmişdi. biri də gəlməmişdi. Yüksək əmsallardan söhbət Bəli. gedir. Oraya Bir də Manchester gəlməmişdi. Hə, məndə. United o da heç yüksək deyildi. O ikisini aşağı əmsal idi. Everton Hə. sanı 1-1 Dəqiq hesab gəlmişdi. demişdi. Bir oyun Stuttgartın Stuttgartın qələbəsi. səfər qələbəsi Bayernindən 4 neçə verirdi. özdə Stuttgart. 2-3 qollu demişdi. Hə, O da bəli, bəli. gəldi. Bir elə oyun var idi. Como Bologna məndə bərabərlik, Leyton Orient Stevenage X-dan 1-ə gedəcək oyun kimi. Glasgow 2-0 Glasgow qələbəsi, Rafaeldə, 2-0 özdə hesablı dəqiq o da qələbəsi. gəlmişdi. Sonra nə var idi? Maraqlı oyunlar var idi. Çox idi, çox Hə, idi. çox idi oyunların sayı. Təəssüflər ki, Amma Kuponda bilmirəm, istifadə Chelsea etdiniz yoxsa yox. gəlmədi. Amma kuponlarda isə bəzən bəsit oyunlar gəlmədi. Leicester yandırdı məsələn. məndə Chelsea. Özü birinci time 2-0 2-0-dan komanda 90 dəqiqə, qalan 45 2-0 dəqiqə bir gol qurtardı. vuramır. Bax belə şanssızlıqlardır o. Ona Bəli. görə qeyd edirik ki, mərc etməyin əsasında əylənmək yanır. Elə də ki, hər zaman əylənək. Bu devizimizlə başlayırıq. Altını vur kampaniyası Topazda bu həftədə 3 nəfər 4 dəqiq hesab tapdı. 10.000 TPZ qazandı bonus olaraq Topazdan, Topaz Fan Clubdan və onlar bu belə deyək, hədiyyələrini Topazdan artıq götürüblər, istifadə eləyəcəklər və onu real pula çevirmək çox asandır. Bildiyiniz kimi 0 manatla dəfələrlə vurğulayırıq. Bəli, Artıq bəli. bir neçə turdur, 2 aya yaxındır, 2 ay müddətini artıq davam eləyir. 0 manatla heç bir yatırım eləmirsiniz, amma əvəzində dəqiq hesablar yazırsınız. Kim deyirsə ki, o qazanmaq çətindir, yox. Hər tur qaliblər var. 4 hesab tapan var, 5 hesab tapan var, 5 hesab tapanlar 25.000 TPZ qazanır. Əgər 1 yox 2-3 qalib varsa bu bölünür təbii ki onlar arasında şərtlərə əsasən və ən əsası o 6 dəqiq hesab tapan 250.000 AZ-ni qazananlar var. Bu 2 nəfər artıq bu mükafata Bəli. sahib çıxıblar. 3-cü tur idi və ya demək ki olur. Demək ki olur. Heç bir Mümkündür. heç bir cibinizdən pul qoymursunuz və sadəcə beyninizlə Şansınız yoxdur. intuisiyanız sizə kömək eləyir, şansınız yoxdur və qalib gəlirsiniz. Rafael, həftə sonu artıq 7-ci turda var. Onda sən oyunların sayın. Həmin oyunlarda Bəli. bu həftə altını burada hansı oyunlara dəqiq hesab təxmin edib 250.000 qazana bilərsiniz, onu da Rafael Bəli. deyəcək. İlk oyun əlbəttə azərkeş olduğum klubun oyunudur. Manchester derbisi. Hə, Manchester United, Manchester City-dir. 17-si olan oyun 16:30-da olacaq. İkinci oyun Hoffenheim, Bayer Leverkusen, Sunderland, Crystal Palace, Leeds United, Fulham, Tottenham, West Ham və Wolves-lə Newcastle-ın oyunu var. Bəli. Demək olar ki 5 oyun İngiltərədən, bir oyun Almaniyadan da 6 oyun. Bəli, təxminlərinizi yaza bilərsiniz. 250.000 sizi gözləyir. Və uğurlar arzu edirik bu kampaniyada Bəli, hər kəs. mərc edənlərə, iştirak edənlərə və ümumiyyətlə mərc edənlərə həftə sonu üçün sizə bol şanslar diləyirik və həmişə biz verilişimizdə qeyd edirik. Siz də həftə sonu bizim müzakirələr fonunda özünüzün təxmin etdiyi 3-4 oyunu kupon halında bizim rəy bölməsində yaza bilərsiniz. Görək Bəli. hansı Nə oyunlar təklif edirsiniz? özünü doğruldur. Ötən dəfə bizim izləyənlərdən biri bizim oyunları sıralamasını yazmışdı. Bəli, Hansı amma gəlib, 1-2 hansı- oyunu 2 oyunu gəlməmişdi səhvimsə, amma Mən bilmirəm, mən elə bildim o bizim oyunları götür. Çünki Yo, yo, birə-bir yo. oxşuyurdu bizim oyunlarla. Hə. Mən elə Yox, baş- bizim verdiyimiz oyunları o da öz təxminlərini yazmışdı. 2 oyun düz gəlməmişdi, qalan oyunlar hamısı düz Hə, gəlmişdi. eynilə. Bax Hə. belə. Bu həftə üçün oyunlara keçid edirik. Rafael, bilmirəm, istəyirsən yenə də. Bu dəfə sən başlayırsan. Kuponları Hə, kuponları saxlayaq. saxlayaq. Hə, bəli, Gəl kuponlar. elə belə düşərli oldu. Bəli. Həftə sonunun oyunları. Hansı oyunlar bu həftə sonu 17-18 yanvar tarixlərində mərc etməyə dəyər? İstər aşağı əmsal, istər Yaxşı yuxarı sual. əmsal. Ayın 10-da başlayaq 18-dən. Şənbə günü. Yox, bazar, Bazar günündən. Hə, tamam. Bazar günündən bəli, arxadan başlayıram. Daha doğrusu şənbədən bazara keçən Yəni. oyundur. Ruave ilə Benfica oynayacaq. Birbaşa Portuqaliya. Portuqaliyaya gedirəm, biraz Marinho salam deyə. Düz əslində belə deyək, Marinho pis çıxış eləmir komandası, amma liderdən 10 xal geridə hal-hazırda. Həmin oyunda mən düşünürəm ki, artıq üstə gedərlər və Benfica qalib gələr. Düşünürəm, yəni 2-1, 3-1, bəlkə də 3-0 Benfica rahat qalib gələr. Burada bəli 2-5 üst Benfica-nın qələbəsi. Sonra mənim sevimli komandam əlbəttə ki PSV-nin oyunu var.
Bir PSV. komandaya çox güvənirsən ha. Bavariya düzdür. Sən Bavariya hələ də seriyası qırılmır hələ bəli. amma Stuttgartla oynayacaq PSV. Sittard Sitartla, Hı hı. Stidart niyə dedim Hı hı, mən ona? Sitartla oynayacaq. Sitartla oyunda deməli PSV-yə düşündüyüm, yenə də deyəcəm, birinci time 1-5 düz. özünü Bəli, bəli. hə. PSV birinci hissədə 2 dənə gol vuracaq. Ondan sonra Asasuna Oviedo'nun oyunu var. Asasuna Mənim də oyunun hafızasında var. var. Asasuna Maraqlı məncə oyun, aha. burada bu biraz belə deyək də Görüm eyni təxmini verir yoxsa. Betis məsələn Oviedo 1-1 qutardı. Ha. Biraz çox insanı yandırdı o orada oyun. Amma burada məncə Asasuna 2-0 belə deyək evdə qalib gələcək. 1-0 2-0 o combo mərclər var da. Hə, 1-0 2-0 3-0 və Hə. məncə 2-0 bura ən ideal Hə. oturandı. 1-0-dur. Mən Betisdə yada gəlirsə mən dedim ki 1-1 statistika 1-1 deyil, amma Betis udmalıdır. Amma Hə, udmadı. Betis udmadı. 1-0, 1-1 hə, də 1-1 qutardı. Burada məncə Asasuna Oviedonu 2-0 evində rahat udacaq. Sonra növbəti oyun. Bunu düzdür kuponuma salmaq istəyirdim. Sonra sən deyəsən yenə Bayern Münxeni salsam. Denən, yox, denən, hə. Bayern kupona salmağına bəlkə də salacağam, amma burada RB ilə oynayacaqlar. Səfərdə Bəli, düzdür. İndi həftə içi də oyunlar var Almaniyanın. Bəli, 3 bəli. gün aran olacaq. Ona görə biraz təhlükəli sayılır həftə sonu. Çünki biraz az istirahət eləyəcəklər deyə deyirəm. Burada yenə də gol, oyun 3-5 üst. Bu belə bir şey düşünürəm. Bayern burax 3-1 falan qələbə yoxsa? 3-1, 3-2 belə bir şey. Amma Bayern Münxen qələbəsi orada, var. bəli, Bayern Münxen qələbəsi. Mən inanmıram Bayern kiməsə udacaq bu illər Almaniyada. Yəni bu heyətlə bu. Çox pis əzib keçirdilər qarşıdan çıxanı. Yəni Wolfsburg elədikdən idi. Hə, Wolfsburgun başına pis oynaşdılar ümumiyyətlə. Mən oyuna dəqiq hesab yazmışdım. Göstərəm 4-1 yazmışdım. O heç kim tutanmaz oyunu dəqiq hesabı. Düz 4-1 dedim ha. 1-1 oldu dedim hə də 4-1-ə gedirik də. Bu rahatdır. 2-1, 3-1, 4-1-dən ayıldım ki 8-1-dir. Dedim mən heç bir şey. Bayır, heç bir şey. Yaxşı, Keçirik. bir gol tutmusan. Ha, Bir bir- Marcel 7 gol vurub Qaqaş heç tutmayıb. Bu da onun kimi Bayern Hə, 8 yəni gol vurub. ona görə biraz adam indi isə 2 dənə Championship-dan heç heç demək istəyirəm. Bu biraz əmsalı qaldırmaq istəyənlər üçün. Biri Oxforddan Bristol City oynayacaq. Hı. Bu oyun yəni 1-1. Bu şənbə günüdür. Bəli, bu şənbəyə düşür, bəli. 17-sinə. Hı. 1-1, Yox, 17-si 5 17-sidir də. 17-si 6-cı gündür də. Hə, şənbədə günü. şənbə həmin 18-nə durmuşam. Oxford United-la Bristol City oynayacaq. Bu oyun 1-1. Dəqiq hesab. Bu heç-heçə, amma dəqiq hesab üçün yoxlamaq istəsəz 1-1-ə yoxlaya bilərsiniz. Bir də Stoke-la Queen's Park Rangers oynayacaq. Kiper. Bu oyunda 1-1, 2-2 Hı. ola bilər bu oyunda 2-2 qutarsın, amma bu da heç-heçə olacaq məncə. İlk variantım heç-heçədir. İkinci variantım isə orada 1-1, 2-2 Dəqiq hesab. Yəni dəqiq hesabına hesab yoxlaya sadəcə bilərsiniz. əlavə olaraq. Əlavə olaraq yoxlaya bilərsiniz. Bu 2 heç-heçə demək United istəyirəm. City oyuna nə deyirsən? Əmsallar City-nin qalib gələcəyini göstərir. Favorit verir. Bəli, amma Manchester Michael Carrick gətirdi bildiyin kimi. İlk oyunlarda yenə də çox insanı belə deyək də yanıldır həmişə. Ola bilər ki, sürpriz olsun. Bilmirəm. Yəni cavabım bilmədiyim bir şeydir, amma Manchesterin bu müdafiəsi ilə, bu yarım müdafiəsi ilə City əslində çox rahat şəkildə 2-3 gol fərqlə udmalıdır oyunu. İnanırsan mən də Yəni- ilk dəfədir ki, çox çətinlik çəkirəm. Hə, yəni Nə qarşılıqlı qol variantına gedə yox, bilirəm. mən də qorxuram elə şey. 2-0 bitmə ehtimalı da var, 0-2 fərqi yoxdur. United-da adətən mən güvənirəm, bəzi oyunlarda düz gəlir, amma bu dəfə United-da nə korner variantına getməyə, Heç nə, heç bu nə. oyundan uzaq durun ümumiyyətlə. Bu oyundan təxmin vermədən uzaq hə durun. çalışın. Düzdür, mən seçmişəm. Sadə variantda oyunların bəlkə də içində. qol gələr. United bir evində. Belə olar. deyək, əsas kuponumda yox, ikinci kupon kimi tərtib etsəm City-nin qələbəsini oynayaram. City-nin 2 belə deyək də 2 gol, 1-5 üst City qələbə. Zaten qələbəsindən 2-yə yaxın əmsal verir City-nin. Yoxlamaq olar. Belə yəni məndən hələ ki bu qədər. Mən elə davam eləyəcəm İngiltərə ilə qaldığımız yerdən United City-ni kənara qoyuruq. Chelsea Brentford oyunu şənbə günü oyunlarda. Təhlükəli oyundur hələ. Mən burada yüksək gün zərbəsinə gedəcəm. Mhm. 9.5 üst, 10.5 üst, yəni 10, 11, 12 kornerə gedə biləcək. 9-un 3-ə nisbətdə, 9-un 4-ə nisbətdə, 8-in 3-ə nisbətdə ən pis Deyirsən halda. Chelsea hətta çox hücum eləyər. Yəni bu oyunda mənə elə gəlir ki,
Baş məşqçiləri hardan gəlmişdi? Liam Strasburqdan. Strasburq özü də Conor oynayan Hə, komanda olub. sən sevimli komandalarından Hə, biri də bilirəm. ona görə Conor məsələsi mənə elə gəlir ki, Chelsea burada, Brentfordda. Yəni burada hər hansı bir qarşılıq qollara getməkdənsə mən gedərdim Conorə. Yəni O daha dəqiq idi. 10 Conor bəlkə də əmsal 1.50 civarında olacaq, amma yenə də bir kuponlarda onu götürmək olar. Az da yox. Conorlər bəzən oyuna bir gün qalmış falan bu civarda. Bəzən gecə açılır ona görə. Liverpool Burnley maçı. Liverpool'da nə düşünürsən? Mən birinci hissə Liverpool'da 2 gol Liverpool düşünürəm. məncə əzib keçəcək Burnley. Birinci hissə 2 gol. Yəni burada 1.80, 1.90 civarında dəyişə bilər. Ona görə baxım deyim də sənə. Liverpool'un birinci hissə 1.5-nə, topazda əmsallara zəhmət olmasa da bax. Nə təqdim Belə edib. birinci hissənin 1.5-i 1.88-dir. Aha, 1.90 civarında dedim. Liverpool'un isə təkcə ev sahibinin bax bircə saniyə bax. Ev sahibinin 1.5-i 2.44-dür. Gəl risk eləməyək də. Məncə risk eləmək olar, bunu yoxlamaq olar. Belə yəni 1.5-i də sizcə səncə Liverpool gol buraxacaq Burnley-də? Bilmək olmur da, bir də görsən Burnley Liverpool United-da gol vurdu. O United-da gol vurmaq hər kəs. United katastrof. Gəlin biraz da risk artıraq. United-in qapısına bir zərbə vurub 2 gol vurmuş da Burnley. Əgər şeydir. Bir zərbə vurub 2 gol. Ona görə United-la müqayisə eləmə. Liverpool birinci isə 1.500 və özünün şəxsi 2 topu. 2.44. 2.44. Sunderland Crystal Palace oyununda burada əmsal aşağı deyəcəm. Sunderland ev situasiyası. Mən də onu düşünürəm, amma gəl Sunderlandın ev statistikası var, deyir. Məğlub olmurdu. 1.35, 1.36-dır. Müəyyən kuponlarınızda daxil edə bilərsiniz. Yəni İngiltərəni davam eləyirəm deyə bu oyuna toxunuram. Aşağı əmsal 1.36 da lazımdır. Tottenham West Ham qarşılaşması var. 2.500. Mən 3-1 hesab düşünürəm Tottenhamə. Burada. Mən səndən burada razı deyiləm. Menşi 1-0. 1-0. Mən nədənsə 3-1-ə gedəcəydim. 3-1-in əmsalı nədir? 3-1-in yox. Ümumiyyətlə oyunda 3 gol üzərində var. 1.65 2.5-dir, 3.5 isə 2.56-dır. 2.56 az məbləğlə risk məncə bu bildiyin 2.5-6-dır, yəni maksimum. Mən nədənsə bu oyuna 3-1 hesab görürəm. Ona görə mən özü 2.5-6-na 2 əmsal verir lazım. Yəni 2.5-6 görmürlər də bu oyunu. West Hamin qolunu görürəm, ona görə mən 3-1 hesab edirəm. Daha sonra Nottingham Arsenal. Bu da Nottingham Arsenal da gün zərbələrinin yüksək olacağı oyunlardan biridir. Mən iki tərəfin də potensialını nəzərə alaraq 11-12 gün zərbəsi. Sən nə düşünürsən? Arsenal qələbə? Arsenal rahat şəkildə udacaq. Mən elə gəlir gün zərbəsinin bu oyunda daha rahat gələcək ona görə. Xüsusilə ikisi də 6 gün zərbəsi civarında ola bilər, ehtimal var. İkincisi də 4-5, bu toplamda 11-12 gün zərbəsi bəlkə. Yəni ola bilər. Ona görə mənim fikrim budur. İngiltərə Premyer Liqasından bazar günü oyunları sırasında İngiltərədə 2 qarşılaşma var. Newcastle Wolves burada qarşılıq qollara düşünürəm. Newcastle Wolves. Hə, Wolves. Aston Villa Everton oyunlarsa heç nə təxminim yoxdur. Açığı heç bir təxminim yoxdur. Ona görə Newcastle Wolves-i də qataraq bu digər oyunların gözünə və İngiltərədə Wrexham Norwich Championship-də oynayırlar 17-si. Nə deyirsən? Mən bu oyunu üst deyəcəm. Üstün əmsalı da təxminən 1.60-dan bəlkə biraz çox ola bilər. Bir dəqiqə inanmıram, az olacaq. Wrexhamin oyunların əksəriyyəti üst gəlir. Derbi ilə yox, niyə? Məsələn Blackburn-a 0-2 2-0 utdular. Nottingham-la indi o oyun var idi. Dramatik penaltıya qədər getdi. Derbi 3-3 qurtarmışdı. Hə. Yəni Norwich də üst oynayandı. Ona görə bu oyunda 1-2 3-2 hesablı bir tərəflərdən birinin qələbəsini, xüsusilə Wrexhamin qələbəsini. Sən Wrexham çıxacaq Premyer Liqaya. Playoff şansı yəni var ha. 40 xalı var. 12 xal daldadır Coventry-dən, Middlesbrough-dan. Middlesbrough-dan yox, 1-2 heç də. Hə, 1-2-ni qoyduq qırağa. Playoff-la getsə də rəqibləri güclüdür. Yəni Millwall Watfordu kənara qoysaq, hətta mən Ipswich burada əsas rəqib olacaq ona, əgər bu davam edəsə. Çünki hal da var, stok da var üstündə. Yəni asan deyil. Hə. Asan deyil. Bu komanda rahat gol buraxıb gol vura bilir, amma Premyer Liqaya çıxmaq üçün o bəlkə də bəs olmaz. Ona görə üst seçəcəm bu qarşılaşmada. Hətta mən daha çox 3-2 hesabı görürəm. Bir də Ipswich birinci hissədə kimi gördü vurur. Yaxşı. Kimi gördü top qoyur qapısından. Ona görə Ipswich burada bu dəfəki rəqibi Ipswich-in Blackburn-dür. Ipswich-in ilk hissədə qələbəsi, Ipswich-in ilk hissədə vuracağı bir gol təxminən 1.40-1.50 civarında olacaq. Əgər dəyişməzsə əmsallar və mənə gəlir ki, Ipswich birinci hissəni udacaq. Ümumi oyunu udma şansı yüksəkdir. 2-0, 2-1 hesabı ilə bu görüşü qələbə ilə başa vura bilər. Bu mənim həmin belə deyək, oyunlarım idi, seçdiyim oyunlar idi. O ki qaldı
kuponlara. Yəni bir də Real Madrid yaddan çıxıb. Hı. Real Madrid baş məşqçi Arbeloa da indi Bəli. əvəz elədi Alonsonu. Orada söhbət orada Barselona uduzmaq deyil. Orada oyunçuların saymamazlığı idi. Və o Saymazlığı, özü istefa verdi. saymazlığı idi falan. Bu məsələlər var idi. Hörmətsizlikləri. Hörmətsizlik eləmələri. Bax mənə elə gəlir ki, baş məşqçi Arbeloa ilk oyununda çalışacaq ki, yüksək nəticə. Özdə Levante kimi komanda düşüb əlinə və bu Levanteni 4-5 dənə vurarlar. 5-0, 5-1. Mən də elə Bax fikirləşdim. hətta 6-ya gedə bilər oyun 6. Yəni burada Realın şəxsi 3 qolu çox rahat gəlməlidir əslində. Mbappé'dən xəttiri. Çox rahat gəlməlidir. Biraz oyunçular daha relaks olacaqlar. Həm də özlərini göstərmək 3-5 üstünə də sala bilərsiniz hər hansı biraz məbləği yuxarı olan kuponlarda. Mənə gəlir ki, Real Madrid 5-1, 4-1, 6-1 bu civarda 6-0 hətta bax bu hesablardan biri, yüksək hesablardan biri gəlməlidir bu oyun üçün. Real Levante oyunu indi 3-5 üstünə. Birinci isə 1-5-i də yaza 1.65 bilərsiniz. verir. Oyunda 3-5 üstə. Bəli. Hə, yəni 1.65. Mən ona görə 4 Birinci isə 1.60-dır, 1.5. 1.5 üstə. Heç məndən olsa bu oyuna 1.5-ni birinci hissə yazmazdım. Belə əmsallar görəndə 2.5 verir. mən yazmıram 1.5-ni. Yox, gedərdim oyunun üstünə 4-5 üstünə, 5-5 üstünə və belə. Yəni biraz pul məbləğ olaraq mərc etdiyimiz daha az məbləğli riskli oyunlar yazırsınızsa 5-6 qol üzərində Real Madridin oyunda bəlkə qol ola bilər. Birinci hissədə yoxsa Yox, ümumi, nə birinci hissə? İkisi 90. Yox, yəni ən çox qol, yəni birinci hissədə olar ki. Birinci hissədən vuracaq da. Yəni bravo. birinci hissədən vuracaq, ona görə belə. Və Real Madrid Levante oyunundan başqa İspaniyada Osasuna Verdon sən dedin, o əvvəldə demişdim, fikirlərimiz ortaqdır və Mallorca Atletik Bilbao oyununda bir birlik bir bərabərlik və yaxud bəlkə də qolsuz bərabərlik daha ehtimal çoxdur, amma bir bərabərlik bir sözlə. Bu oyunda görürəm Mallorca evində uduzmaz, Atletik Bilbao-da səfərdə çətinlik çəkər udmağa. Ona görə X daha gözəldir. Kuponlar Rafael hansı 3 oyunu seçmisən? Danışdıqlarından da olar, əlavə də olar. Qəşəng oyunlarım var. Galatasaray Qaziantep qəbul O edir. yaddan çıxıb. Hə, Salam aleykum. hə. Qalatasarayın oyunu var. Nə? Birinci hissədə 1-5 üst Qalatasarayın 2 gol vuracağım birinci hissədə. Məncə Fənərdəki o aldıqları kubok məğlubiyyətinin acığını orada çıxacaqlar. Düzdür, kubok oyunları da var bundan öncə, amma liqada Özü 2 top vurar deyirsən. Bəli, bəli. Galatasaray birinci hissədə 2 gol vuracaq. İkinci Real Madrid birinci hissədə 2 gol vuracaq. Aha. Bayaq qeyd Bəli, mən elədim. oynadım 3. Üçüncü isə bir oyunum da var. Bu da Liverpooldur. Liverpool birinci hissədə 2 gol vuracaq. H1-5 özü. Bəli. Bu üçü də özlərinin şəxsi bir beşləridir. Birinci time. Biraz Qalatasaray tərəddüd eləyərdim ki, amma Qalatasaray da o potensialdadır ki, vura bilər. Real Liverpool elə bil mənə görə belə bir bankodur. Mənə elə gəlir ki, mən də çünki Real baş məşqçi dəyişiblər və biraz özlərini sübut eləmək üçün oyunçular çıxacaq. Levante bayaq da dediyimiz kimi 5-6 dənə vurarlar. Yəni mən oyundan 5 gol gözləyirəm əslində qalsa. Yəni 4-5-inə də əmsalı çox eləmək istəsəm 4-5-inə girərdim, amma birinci hissədə əgər 1.60 əmsal verir, gözəl əmsaldır. Liverpoolda da 1.88 idi. İndi dəqiqliyi ilə baxaq. Liverpoolun birinci hissədə 2 gol yox 2.44 idi. Öz baxdıq da 2.44 yadımdan çıxdı. Yəni burada bir təxminən bircə saniyə baxaq. 3 oyunumuz olacaq. Ev sahibi 2.44. Real Madrid olacaq 1.60. Bircə saniyə. Real Madrid ikisi də 2 gol vurar 1.60. Bəli. 2.44 Liverpool və Qalatasaray. Ona da baxıram. Ev sahibi 1.97 Real Madriddədir. 2 gol vuracağam. Bu 2 oyun 4.81 eləyir. Türkiyə liqası da Türkiyə Süper Liqası Galatasaray Topaz Fan Clubda istənilən liqaya rahatlıqla əsas səhifədə liqalarına girib bölməsini seçə bilərsiniz və həmin liqalarda olan bütün oyunlar artıq qarşınıza çıxacaq və rahat bir şəkildə tətbiq vasitəsilə mərc edə bilərsiniz. 2 onda Qalatasaraydadır. 10 əmsal eləyir 3 oyun. Rafaelin 10 əmsallı kuponu. Bəli. İndi onun yanında mən 1.36 versəm gülünc gələcək. Mən deyirəm bu yüksək oyunlara getməyəcəm. Mən Rexem 2.5 üst. Keçən dəfə 12 əmsalım gəlmədi. Salıram. Rexem 2.5 üst. Mən sadə çalışacağam, sadə olsun. Çünki məndə tək deyəndə X4 əmsal 5 əmsal eləyəcəydim amma yeri deyildi. Nə. O video var, bir dəqiqə qaş həmişə paylaşırıq. Sadə. Misal stili. Sadə həyat. Yox, yeridir. Gəlin Rexemin 2.5 üstünü götürək.
Gəlin Chelsea Brentford oyununda 9.5 üst künc zərbəsi götürək, 10 künc zərbəsi götürək. Hə, dediyin İki- oyunlardan seçirsən. Hə, dediyim oyunlardan seçəcəm, kənara çıxmayacağam. 2 və Ipswich-in birinci hissədə qoluna. yox, Sunderland 1x. Gəlin biraz risk Deyirsən azaldaq. ki, uduzmayacaq da Hə, Sunderland. gəlin risk azaldaq. Sunderland uduzmaz 1.35-1.36 civarında. Bu mənim kiçik əmsallı Bəli. kuponumdur. Minimum Daha risk. güvən, hə minimum, yəni riski minimuma endirmək üçün Wrexham Norwich üst və Chelsea 9.5 üst künc zərbəsi bu oyunda olmalıdır. 3 dənə oyundan ibarət minimal bir kupon. Rafaelin onun üzərində əmsalının yanında yəqin ki bu 3-4 əmsal civarında olacaq. Bax belə, bu həftə çalışdıq, müzakirə eləyək. Yenə də ötən həftə kimi Uğurlu olar. uğurlu olar. Kuponda biraz uğursuz olmuşduq, amma nə isə. Hə, biraz 2 həftədir gələk, onu düzəldək, onun üzərində işləyək. Amma 2 həftədir. Bundan əvvəl Liverpool son saniyədə buraxdı. Burada Leicester- səndə Leicester gəlmədi. Məndə səndə Chelsea- Chelsea ikinci hissə 5 gol, 4 gol vurdu, birinci hissə birinci hissədə bir güclə dənə vurdu. qol vurdu. Olur, hərdən belə şanssızlıqlar, ona görə hər zamanki devizi sonda xatırladaq, mərc etməyin əsasında əylənmək dayanır, elə edək ki, hər zaman əylənə bilək. Topazın baş sponsorluğu ilə Mərcimaz Zarf layihəmiz növbəti həftə yenidən YouTube Həmişəki Podcast vaxtında. YouTube kanalımızda cümə axşamı günü yayımda olacaq. Hələlik. Sağ olun, salamat qalın.